Ölümdən qorxmuram desəm böyük bir iddia olar. Əslində ölümdən qorxmaq lazım deyil. Əvvəla deyim belə olmalıdır. Ona görə ki, ümumiyyətlə ölüm insanı düşündürən ən fundamental mövzulardan biridir. Ölüm insan üçün müəmmalıdır deyə insan bilmədiyi şeydən çəkinir. Vaqif Səmədoğlu'nun müsahibəsi vardı, son müsahibələrinin birində deyir ki, ömür boyu həmişə ölümün necəliyi haqqında düşünmüşəm və indi astanasındayam və narahat deyiləm. Sadəcə mənə maraqlıdır necə bir prosesdir ölüm və sonra da orada da zarafat edir, deyir ki, kaş zəng eləyib xəbər vermək olsaydı ki, başa salım ki, o belə oldu. Doğrudan da bunu heç kəsə zəng eləyib xəbər etmək olmur, bildirmək olmur, məlumatlandırmaq olmur. Dünyadan köçən dünyaya qayıtmır ki, yaşayan insanlara xəbər versin və hər insan onu bircə dəfə yaşayır. Quranın özünə məxsus yanaşması var ölüm barədə. Deyir, hər biriniz kullu nəfsin zaiqətül maut. Zaiqətül maut yəni ölümü dadacaqsınız, həzm edəcəksiniz. Yəni insan ölümü ilə ölümü öldürmüş olur. Yəni ölüm insan üçün yoxdur əslində. Ölüm son deyil. Ölümü həzm edirsən, yəni sən ölümü nuş edirsən və ölümdən bir dəfəlik azad olursan. Əbədiyyət qarşıda sən gözləyir. İnsan ölümün əbədiyyətə olan bir körpü olduğunu başa düşərsə, təbii ki, ölümdən qorxmaz. Bir şərtlə ki, ölümə hazır olmaq şərti ilə. Ölümü acılaşdıran bizim əməllərimizdir. Və insan öz əməllərinə diqqət edirsə və əməllərini səhv etdikdə etiraf edib, tövbənin mənası budur, etiraf edə bilirsə, ölümə hazır olur. Ölüm insan üçün əslində bir nəfər can verirdi, qorxurdu. İmam Əliyə Nəqəli Salamon başının üstünə gəlir və deyir ki, sənin bədənində çirk olarsa, yaralar olarsa, hamama getsən, yunsan, təmizlənərsənsə, hamama getməkdən qorxarsan, deyir, xeyr. Deyir, ölüm belə bir şeydir. Ölüm insanı o maddiyyat ləkələrindən, maddiyyatın o toz torpağından təmizləyən bir məhfumdur və deyir, bunu deyəndən sonra adam sevinir və gülə-gülə dünyadan köçür. Belə bir hədis var. Siz dünyaya gələndə ağlaya-ağlaya doğulursunuz və sizi gülə-gülə qarşılayırlar. Hər bir insan dünyaya gələndə ağlayır və ailə onu sevinclə qarşılayır. Bacarırsınızsa elə yaşayın ki, dünyadan köçəndə gülə-gülə gedəsiniz və sizi ağlaya-ağlaya yola salsınlar. Yəni buna çalışırıq, amma bilməm nə dərəcədə buna nail ola bilmişik. Hər halda ölüm qorxusundan o insanlar azad ola bilər ki, Allahla görüşə hazır olsun.